Leningrad layihəli 5 mərtəbəli binanın 5-ci mərtəbəsində şəxsi istifadə üçün əla təmir olunmuş, yəni ideal şəkildə təmir olunmuş belə bir gözəl mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin mətbəx hissəsindən. Baxın, belə çox gözəl səliqəli təmiri var. Döşəmə isti döşəmədir. Keramogranit olan hissələr, sanuzellər təbii ki ayrı-ayrılıqdadır. Sənəd kupçadır. Burada belə bir gözəl səliqəli qonaq otağımız var. Eyvan açılaraq qatılıb qonaq otağına. Otağın ölçüsü çox geniş ölçüdədir. İstilik sistemi kombi sistemidir. Kombisi, radiatoru hər biri quraşdırılıb. Yerləşmə yeri Xırdalan şəhərinin tam olaraq mərkəzindədir. 28-ci məhəllə deyilən ərazidə prospekt yola çox yaxındır. 2 və 9 saylı məktəblərə, bağçaya, bazara, bütün yaşayış obyektlərinə tam olaraq yaxın məsafədə yerləşir. Mənzilin əsas giriş qapısı buradadır. Girdim giriş qapıdan daxil olarkən belə bir dəhlizdir. Mətbəximizi sizlərə təqdim etdim. Qonaq otağını təqdim etmişəm. Burada digər otağımız yerləşir. Mənzildə yalnız bir eyvan saxlanılıb. Digər eyvanlar hər biri mənzilə qatılıb. Sanuzel qovşağıdır. Gördüyünüz kimi tam təmirli şəkildə istipoluna qədər hər biri mövcuddur. Eyni şəkildə də hamam otağıdır. Üzürlü səbəbdən hamam otağını mən sizə göstərə bilmirəm. Burada yerləşir növbəti otağımız. Görürsünüz, bu şəkildə də eyni təmirdədir və bu otaqdan eyvana çıxış var. Eyvanı da göstərə bilmirəm sizlərə, çünki mənzil sahibi eyvandadır. Çox gözəl, səliqəli şəkildə təmir olunub. Təmirində yüksək keyfiyyətli materiallardan istifadə olunub. Sənəd kupçadır, kupça əldədir. 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Leningrad proyektidir. Bina səliqəli binadır. Geniş həyət hissəsi var, qeyd etdiyim kimi. İstilik sistemi kombi sistemdir. Kupçalıdır, kupça hazır əldədir. Dəyərli izləyicilər, sizin də satışda əmlaklarınız, mülkləriniz varsa, buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Evdə deməli, yarımçıq tamamlanmamış nə qalıb? Mətbəx mebelidir, görürsünüz, tamamlanacaq və qapılar tamamlanıb qoyulacaq. Yəni, qapılar da ustanovka olunub, alıcıya təhvil veriləcək. Dəyərli izləyicilərim, bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək sizin də satışda əmlaklarınız, mülkləriniz varsa, buyurub bizimlə əlaqə saxlaya bilərsiniz.